Salam, hər vaxtınız xeyir olsun. Yenə də müəllimlərin çətinlik çəkdiyi bir məsələ ilə bağlı video çəkmək istəyirəm. Bloom'un idrak taksonomiyasında dəyərləndirmək yoxsa təhlil? Müəllimlərin ən çox çətinlik çəkdiyi suallar məhz Bloom'un idrak taksonomiyasında dəyərləndirməklə təhlil etmək arasında seçim etməkdir. Əsaslandırma, arqument gətirmə nə zaman dəyərləndirmə olar? Əsaslandırma, arqument gətirmə nə zaman təhlil etmək olar? Gəlin ilk öncə dəyərləndirməklə təhlil etmək arasındakı fərqə baxaq. Təhlil etmək mərhələsində şagird analiz eləyir. Verilən hər hansı bir məlumatı, hər hansı bir mətni analiz eləyir və içərisindən bir nəticə çıxardır. Analiz etdikdən sonra bir nəticə çıxardır, yəni təhlil eləyir. Dəyərləndirməkdə isə şagird verilən hər hansı mövzuya, verilən hər hansı mətnə, təlim nəticəsi ilə bağlı hər hansı bir fəaliyyətə dəyər verir, yəni öz mövqeyini nümayiş etdirir. Təhlildə isə başqasının fikirlərinə olan mövqeyini nümayiş etdirir. Verilmiş hazır bir məlumata fikir bildirirsə, bu zaman nə olacaq? Təhlil olacaq. Verilmiş hazır bir məlumata fikir bildirirsə, şagird, yəni mövqe bildirirsə, bu zaman təhlil olacaq. Yox, özü məlumatdan faydalanaraq və yaxud da ki, əvvəlki biliklərdən istifadə edərək həmin məsələyə mövqe bildirirsə, bu zaman dəyərləndirmə olacaq. Gəlin bir nümunə üzərindən fikrimizi daha da dəqiqləşdirək. Şagirdə COVID-19 ilə bağlı ən aktual mövzulardan biridir. COVID-19'un səbəbləri və aradan qaldırılması yolları ilə bağlı mətn verilibdir. Şagirdə qısa məlumat xarakterli bir mətn verilib. Mətn COVID-19'un səbəbləri və aradan qaldırılması ilə bağlıdır. Yəni qaldırılma yolları ilə bağlıdır. Burada tapşırıqdan çox şey asılıdır. Şagirdə qısa bir məlumat xarakterli mətn verilib. Mətn COVID-19'un səbəbləri və aradan qaldırılması yolları ilə bağlıdır. İndi ən əsas məsələ tapşırığın verilməsidir. Müəllim şagirdə iki formada tapşırıq verə bilər. Birinci, deyirəm ki, verilmiş mətnə əsasən COVID-19'un səbəblərini əsaslandır. Fikrini arqumentlər gətirməklə fikirlərini arqumentlərlə dəyərləndir. Baxın, dəyərləndir sözü var. Dəyərləndir sözünü görən kimi biz bunu dəyərləndirmə mərhələsi götürə bilərikmi? Xeyr. Dəyərləndir sözü burada çaşdırıcı məqam kimi verilib. Şagirdə deyirəm ki, verilmiş mətnə əsasən COVID-19'un səbəblərini əsaslandır, fikrini arqumentlərlə dəyərləndir. Burada bura əsas səbəblərini də yaza bilərəm. Amma əsas səbəbləri olan kimi müəllimlər deyir ki, hə, bu təhlildir, buradan tapırlar. Amma bəzən axırıncı sual təhlil yox, dəyərləndirmə ola bilər. Ona görə də sırf biz ən sona baxırıq. Ən sonda şagird nə edir? Fikrinizi arqumentlərlə dəyərləndir. Baxın, mətnə əsasən deyirəm. Bax, burada əsas məqam verilmiş mətnə əsasən. Şagirdə verilmiş mətndəki fikirlər şagirdin öz fikirləri deyil. Verilmiş mətndəki fikirləri şagird mətndən oxuyur və səbəbləri əsaslandırır və arqumentlər gətirir ki, bəli, bu səbəblərdən COVID-19 yayıldı, qarşısının alınma yolları bu oldu və s. və ilaxır.
İndi eyni mətndə şagirdlərə başqa cür sual verə bilərəm. Eyni mətindir. Şagirdlərə bu cür sual verirəm ki, yenə verilmiş mətn sözünü deyəcəm bura, çünki son zamanlar çox çaşdırırlar müəllimləri ona görə. Verilmiş mətndən faydalanaraq COVID-19'un baş vermə səbəblərinə münasibət bildir. Yenə eyni şeyi deyirəm. Fikrini arqumentlərlə əsaslandır. Verilmiş mətndən faydalanaraq COVID-19'un biraz xəttimə görə üzürü sayın, xəttim İlan Qurbağadır. Baş vermə səbəblərinə münasibət bildir, fikrini arqumentlərlə əsaslandır. Burada artıq dəyərləndirmə olacaq. Niyə dəyərləndirmə olacaq? Şagirdin mətndən faydalanması mətndəki fikirləri deməsi demək deyil. İnsan hər hansı bir məsələyə münasibət bildirmək üçün ondan məlumatlı olmalıdır. COVID-19'dan zaten hamımızın məlumatımız var, amma mətndən də faydalanır, öz fikrini dəqiqləşdirir və COVID-19'un baş vermə səbəblərinə özü münasibət bildirir. Yəni öz mövqeyini qoyur ortalığa. Bu faydalanaraq sözü burada çaşdırıcı məqam kimi verilib. Mətndən faydalanmaq mətndəki fikrə münasibət bildirmək demək deyil. Mətndən faydalana bilər, ancaq sonda COVID-19'un baş vermə səbəblərinə öz münasibətini, öz mövqeyini bildirir. Bu zaman dəyərləndirmə mərhələsi olacaq. Ən əsası mahiyyəti başa düşmək lazımdır. Sualın mahiyyətinə baxın. Görün sualın sonunda şagirdin öz mövqeyini mi istəyir, yoxsa hər hansı verilmiş bir məlumata, fakta olan mövqeyini mi istəyir? Əsas məsələ bundan ibarətdir. Bunu başa düşsəz, gerisini tapmaq çox rahatdır.